Salam hörmətli izləyicilər, əziz kimyasevərlər, fən müsabiqəsinin növbəti turuna hazırlaşan şagirdlərimiz sizinlə fən müsabiqəsində yarımfinal mərhələsinə düşən mövzu olan turşu əsaslara aid testlərin izahı ilə qarşınızdayıq. İzaha başlamamızdan ilk öncə bu cür videoların davamlı olmasını istəyirsək, kanalımıza dəstək məqsədi ilə abunə olmağı və bəyənməyi unutmayın. Birinci sualda deyilir, verilmiş birləşmələrdən hansı turşulara aiddir? Natrium hidroksidi, yadınızda saxlayın, sonunda OH qrupu olanlar əsaslara aiddir. Hidrogen və turşu qalığından ibarət olanlar isə turşulara da burada C variantı uyğun gəlmiş olur. Verilmiş birləşmələrdən hansı əsaslara aiddir? Əsaslara dedik ki, OH qrupu varsa əsaslara, bir də yadınıza saxlayın, metal və turşu qalığından ibarət isə duzdur. Deməli, A variantı əsaslara aid olmuş olur. C turşulara aiddir, B duzlara, D isə duzlara aiddir. Hansı bənddə potaşım formulu verilir? Siz bilirsiniz ki, potaşım formulu kalium karbonatdır. Sonra növbəti sual, hansı bənddə çay sodasının formulu verilib? Çay sodası bilirsiniz ki, natrium hidrokarbonatdır. Verilmiş turşuların hansı qüvvətli turşu deyil? Bilirsiniz ki, karbonat turşusu zəif turşudur. Adlı verilmiş turşu neçəsi qüvvətli turşudur? Deməli, sulfat turşusu qüvvətli turşudur, yadınızda saxlayın. Xlorid turşusu qüvvətli turşudur, nitrat turşusu qüvvətli turşudur. Deməli, 3 dənə turşumuz qüvvətli turşu olmuş olur. Adlar verilmiş neçəsi zəif turşudur? Sulfit turşusu zəif turşudur, ortofosfat turşusudur, asetat turşusudur, bir də karbonat turşusu. 1, 2, 3, 4 dənə turşumuz zəif turşulara aiddir. Bizim mədəmizdə A turşusu var. Bilirsiniz ki, mədəmizdə xlorid turşusu var. O qidanı parçalanmağa kömək edir. Orqanizm yeməkləri vitamin və mineralların daha asan alsın. A turşusunu müəyyən edin və dedik ki, nədir? Xlorid turşusu var. X turşusu qüvvətli turşudur. Avtomobil akkumulyatorlarında mövcuddur. Bu turşunu müəyyən edin. Bilirsiniz ki, bu sulfat turşusudur. Sonra M turşusu yumurtanın və südün xarab olması zamanı, yəni laq yumurta yeyib xüsusi qoxusu ilə tanınır. O həmçinin bəzi vulkan bataqlıqda yaranan qazların tərkibində də olub. Bu turşunu müəyyən edin. Bu turşu isə sulfit turşusudur. B turşusu gübrə istehsalına geniş istifadə olunur. Həmçinin bu turşu hazırlanmış duru məhulda stomatoloqlar ağız boşluğunun dezinfeksiyası üçün istifadə olunur. Söhbət ortofosfat turşusundan gedir. 12. Suda həll olan əsasların digər adı. Suda həll olan əsasların yadınıza saxlayın, digər adı isə qələvlər. Deyək ki, aşağıdakı verilmiş formullardan neçəsi əsaslara aiddir? Yadınıza saxlayın ki, əsasdırsa mütləq OH qrupu olmalıdır. Və burada OH qrupu var. Deməli, 1, 2, bir də 3 dənəsi əsaslara aid olmuş olur. Sonra A variantı. Növbəti sual. Sönmüş əhəngin formulu. Sönmüş əhəngin formulu kalsium hidroksiddir. D variantına uyğun gəlir. Deyir, aşağıda kalsium hidroksid maddəsi və onun su ilə qarışığı haqqında bəzi məlumatlar verilmişdir. 15-17 sualları. Suda ağ rəngli tozdur. Bu sönmüş əhəngdir. Sönmüş əhəngdir. Baş hərfini yazırıq. Əhəng südünün süzülməsindən alınır. Kalsium hidroksidin şəffaf məhluldur. Bu əhəng suyudur. Bu əhəngin suyudur. Sönmüş əhəngin su ilə qarşılanan südə oxşayan əhəng südüdür. Bu isə əhəngin südüdür. İndi bizə nəyi soruşur? Doğru cavabı və birinci əhəng südü yazılmalıdır. Xeyr. İkinci əhəng südü yazılmalıdır. Gördüyünüz kimi xeyr. Üçüncü əhəng suyu yazılmalıdır. Gördüyünüz xeyr. İki əhəng suyu yazılmalıdır. Bəli, düzgün cavab D variantıdır. Doğru cavabı müəyyən edin. Bax, gördüyünüz kimi ikinci rəqəmlə verilmiş, işarələnmiş üçüncü rəqəm məhlulu süzməklə. Yəni siz bilirsiniz ki, əhəng suyunu əhəng südündən süzülməsi nəticəsində alınır. Ona görə də D variantı. 17-ci sualımızda nə soruşur? Doğru cavabı seçin. Deməli, 2 nömrəli məhlul homogen qarışıqdır. Əhəng suyu bəli homogen qarışığa aid olunur. Qüvvətli əsasdır. Qüvvətli əsas litium qələvlər su qüvvətli əsaslara aiddir. Bu da A variantına uyğun gəlir. Zəif əsas amonium hidroksid zəif əsaslara aiddir. 20. X-dən inşaatda ağardılma işlərində, həmçinin ağacların ağardılmasına istifadə. O tədricən havada olan karbon qazı ilə reaksiya daxil olaraq əhəng daşına çevrilir. X-i müəyyən edin. Söhbət əhəng südündən gedir.
Bitki külünün tərkibi nədən ibarətdir? Siz bilirsiniz ki, bitki tərkibinin tərkibi natrium və kalium hidroksitdən təşkil olunub. Hansı əsasi mühitdir? Əsasi mühit dedik ki, nədir? Sabunlarda, diş pastalarında olur, bir də sürüşkən olur. Buna görə də sabunu götürürük. Sonra növbəti sualımızda deyir, hansı əsasi mühit deyil? Çay sodasının məhlul əsasi mühitdir. Sonra yuyucu toz, bu da əsasi mühitdir. Bakteriyalarda da əsasi, ancaq qazlı içkilərin tərkibində karbonat turşusunun, ona görə tuş mühitdir. Sonra hansı tuş mühitdir? Tuş mühit elə bərbaşdan görünür ki, sirkə turşusu tuş mühitə aiddir. Aşağıdakı verilmiş reaksiya zamanı ayrılan X qazının M qabında xlorid turşusu üstə gəlsə natrium. Bu zaman nə alınacaq? Bu zaman alınacaq natrium xlor, bir də plus hidrogen. M qabındakı molekulları doğru ifadə edin. X qazı və X qazını M qabında topladılar. Dedik ki, hidrogen isə molekullardan, 2 dənə molekuldan, ona görə də D variantı. Sonra aşağıdakı söz təmini ilə verilmiş reaksiyanı tamamlayın. Xlorid turşusunun üzərinə çay sodası gəlsək, bu zaman nə alınacaq? Bu zaman alınacaq natrium xlorid və karbon qazı, su. Əslində karbonat turşusu alınır. O da tez parçalanır karbon qazından və suya. Buna görə də B variantı uyğun gəlir. Aşağıdakı verilmiş mətn əsasında 27 və 28-ci sualları cavablandırın. İkinci Dünya müharibəsi zamanı bəzi kimyaçı alimlər qızıl medallarını X məhlulda həll etdilər və institutda gizlətdilər. Müharibədən sonra qızılı çıxarıb İsveç Kral Akademiyasına verdi və medallar yenidən hazırlanaraq sahiblərinə X məhlulunu tapın. Bu söhbət kral suyundan gedir. Kral suyu bildiyiniz kimi nitrat və xlorid turşusunun qarışığından təşkil olunub. Bu qarışığın adı nədir? Dedik ki, bu qarışığın adı kral suyudur. Qüvvətli əsasdır və maye sabunun alınmasında istifadə olunur. Söhbət biz bilirsiniz ki, kalium hidroksitdən gedir. 30-cu qüvvətli əsasdır və bərk sabunun alınmasından gedir. Söhbət natrium hidroksitdən gedir. Alüminium hidroksid maddəsinin suda məhlulu, siz bilirsiniz ki, suda yaxşı həll olunur, ona görə də suda məhlulu suspenziyadır. Reaksiyanı tamamlayın. Kalsium hidroksidin üzərinə karbon gəlsək, bu zaman kalsium karbonat və su alınmış olacaqdır. Aşağıdakılardan hansı məhlulun çay sodası məhlulu eyni mühitə malikdir? Yadınıza saxlayın ki, çay sodası ilə eyni mühitə malik olan çay sodası mühiti nədir? Əsasi mühit. Əsasi mühiti də burada naşatır spirtində olur. Sonra növbəti sualımıza baxırıq. Növbəti sualımıza deyir ki, verilmiş təcrübə əsasən 34 və 35 nömrəli sualları həll edin. Çay sodası üzərinə xlorid turşusu əlavə edilməsi zamanı baş verən reaksiya aşağıda göstərilmişdir. Ayrılan qaz hansı qazın hesabına yaradır? Çay sodasının üzərinə xlorid turşusu görsək, bu zaman karbon qazı ayrılmış olacaqdır. Sonra bu ayrılan qazın molekul modeli, karbon qazının molekul modeli, siz bilirsiniz ki, karbon qazı CO2-dir və bu da A variantına uyğun gəlmiş olur. Müəllim sinif otağında uşaqlar gündəlik həyatımızda qarşılanan maddələr, sürfə sirkəsi, sirkə turşu xassəsi göstərir, bilirsiniz. Xassə göstərməsinə səbəb olan hidrogen iyonlarının olmasıdır. Bu da B variantına uyğun gəlmiş olacaq. Maqnezium hidroksid hansı ifadə doğrudur? Maqnezium hidroksid bilirsiniz ki, suda həll olmur. Ona görə də onun suda məhlulu suspenziya əmələ gətirir. Mədəmizdə turşuma baş verərsə, maqnezium südü içərək rahatlığımı aradan qaldıra bilərik. Bu zaman aşağıdakı reaksiya baş verir. Və biz bilirsiniz ki, maqnezium hidroksid əsası mühiti və turşu ilə qarşılıqlı təsirdə maqnezium xlorid alınır, duz alınır və su bir də yaranır. Bu da B variantına verilir. Natrium hidroksid əsas haqqında doğru olanı seçin. Biz bərk sabun istehsalatında istifadə olunması doğrudur. Sonra aşağıdakı verilmiş reaksiya nəticəsində alınan maddə haqqında hansı ifadə doğrudur? Bu alınır amonium hidroksid, yəni NH4OH və bizdən nə soruşur?
Doğrudur. Qüvvətli əsaslara aiddir. Xeyr, qüvvətli əsasa aid deyil. Məhlul huşunu itirmiş insanları ayırmaq üçün istifadə olunur. Bəli. Zəif əsaslara aiddir. Bəli. Suda məhlulları OH ionları hidrogendən çoxdur. Bu da bəli. Bu da D variantına uyğun gəlir. Verilmiş maddələrin hansı su ilə qarşı suspenziyadır? Yadınıza saxlayın ki, su ilə qarşı hansı maddə? Suda həll olmayan maddə. Suda həll olmayan maddə isə burada maqnezium hidroksididir. Bu qədər. Diqqətinizə görə sağ olun. Bəyənməyi və kanalımıza abunə olmayı unutmayın.